Əsas məsələ düşüncələri idarə etməyə çalışmaq yox, onlarla aranızda məsafə qoymaqdır. Təsəvvür edin ki, beyniniz bir kinozalıdır. Düşüncələr də ekrandakı filmlər. Siz də sadəcə tamaşaçısınız. Filmin baş qəhrəmanı olub, hadisələrin içinə dalmaq yerinə, sakitcə oturub onlara baxa bilərsiniz. Məsələn, mən uğursuzam deyə bir düşüncə gələndə, öz-özünüzə deyin ki, hal-hazırda beynimdə mən uğursuzam düşüncəsi yaranır. Bununla da o düşüncənin üzərinizdəki təsirini azaltmış olursunuz. Yəni, düşüncənin özü yox, ona verdiyiniz reaksiya önəmlidir. Konkret bir vəziyyətə baxaq. Təsəvvür edin ki, bir mübahisədən sonra beyninizdə dayanmadan təkrar olunan bir fikir var. Məsələn, o mənə qarşı haqsızlıq etdi. Siz bu düşüncəyə reaksiya vermək əvəzinə belə deyə bilərsiniz. Mən hal-hazırda o mənə qarşı haqsızlıq etdi düşüncəsini müşahidə edirəm. Və ya daha belə bir şey. Mənim beynim yenə də o haqsızlıq hekayəsini danışmağa başlayır. Bununla da siz o düşüncəni bir növ kənara atır və onun sizi idarə etməsinə imkan vermirsiniz. Düşüncələrinizi sadəcə sərnişin kimi görün. Təsəvvür edin ki, bir avtobusun sürücüsüsünüz, mənfi düşüncələr də avtobusdakı sərnişinlərdir. Onlar dalaşır, nəsə deyir, sizi yoldan azdırmağa çalışır. Amma sürücü olaraq sükan sizin əlinizdədir. Hansı sərnişinin sözünə qulaq asıb asmamaq öz qərarınızdır. Yəni, düşüncələr ola bilər, amma onlara reaksiya verib verməmək sizin seçiminizdir. Təsəvvür edin ki, beyniniz bir bağçadır. Düşüncələr də oradakı çiçəklər və alaq otları. Siz bağban olaraq hansı çiçəkləri sulayacağınıza və hansı alaq otlarını yox edəcəyinizə özünüz qərar verirsiniz. Mənfi düşüncələrə, yəni alaq otlarına reaksiya verməyib, diqqətinizi müsbət düşüncələrə, yəni çiçəklərə yönəldə bilərsiniz. Bu bənzətmələrin hamısının məqsədi eynidir. Düşüncələrinizlə aranızda məsafə saxlamaq. Onları sadəcə müşahidə edin. Gəldiklərini görün, getmələrinə icazə verin. Necə tətbiq edəcəyinizə gəlincə, məsələn, hər dəfə pis bir fikir gələndə, dərhal ona reaksiya verməyin. Durun, bir-iki dərin nəfəs alın və özünüzə deyin. Bu sadəcə bir düşüncədir. İstəsəniz bu texnikanı müəyyən vaxtlarda, məsələn, səhər oyananda bir neçə dəqiqə məşq edə bilərsiniz. Beyin bəzən mübahisələri təkrar-təkrar oynatmağı xoşlayır. Sanki daxili bir məhkəmə qurursunuz. Belə bir hal yarananda, ilk növbədə o mübahisəni tanıdığınızı müəyyənləşdirin. Deyin ki, aha, beynim yenə də o haqsızlıq hekayəsini danışır. Bu artıq fərqindəlikdir. Sonra isə diqqətinizi başqa bir şeyə yönəldin. Bəlkə nəfəs almağınıza, bəlkə də ətrafınızdakı hər hansı bir səsə. Hətta yerinizdən qalxıb biraz gəzişmək də kömək edə bilər. Fiziki hərəkət beynin düşüncə dövrəsini qıra bilir. Mübarisə şəklində gələn düşüncələr həqiqətən də çox yorucu ola bilər. Sanki beyninizdə bitməyən bir dialoq başlayır. Belə bir vəziyyətdə praktiki bir üsul kimi düşüncənizi bir bulut kimi təsəvvür edə bilərsiniz. Fikir gəlir, siz onu müşahidə edirsiniz və səmada uçub getməsinə icazə verirsiniz. Onunla mübarizəyə girmirsiniz. Digər bir üsul, düşüncəyə bir ad qoymaqdır. Məsələn, yenə də o müdafiə mexanizmi düşüncəsi gəldi. Bu, düşüncəni sizdən kənarlaşdırmağa və ona obyektiv baxmağa kömək edir. Birinci nümunə, düşüncəni bir qonaq kimi qəbul et. Təsəvvür et ki, beynin bir evdir. Mənfi düşüncələrdə qapını döyən qonaqlar. Onları qəbul edə bilərsən, amma onlarla mübahisəyə girmək məcburiyyətində deyilsən. De ki, salam, mənfi düşüncə, gəldiyini görürəm və diqqətini başqa yerə yönəlt. İkinci nümunə, düşüncəni bir radio kimi düşün. Təsəvvür et ki, beynində bir radio var və həmişə mənfi verilişlər yayımlayır. Sən o radionun səsini qısa bilərsən və ya başqa bir kanala çevirə bilərsən. Yəni, düşüncəyə sadəcə bir səs kimi bax, onun sözünə ciddi baxma. Üçüncü nümunə, düşüncəni bir karikatura kimi təsəvvür et. Məsələn, beynin sənə sən bunu bacarmayacaqsan deyirsə, o düşüncəni bir komik qəhrəmanın səsi kimi təsəvvür et. Bu, düşüncənin ciddiyini azaltmağa və səni güldürməyə kömək edə bilər. Dördüncü nümunə, düşüncəyə təşəkkür et. Beynin sənə mənfi bir fikir verəndə, de ki, təşəkkür edirəm beyin, məni qorumağa çalışdığını bilirəm. Amma bu dəfə ehtiyac yoxdur.